14 oktyabrdır. Mən aparıcını Sevinç Telman qızı bu saatda təcili şəkildə efirə çıxmamızın bir səbəbi var. Çünki ölkə hal-hazırda Ramiz Mehdiyevin həbs olunması xəbəri ilə sarsılır. Vətəndaş mövqeyinə Rayət İmam Əliyev, Abdullah Şaiqin o zamanki məktəb dərsliyində nəşr olunan Köç hekayəsində belə bir cümlə yadıma düşdü. Gecə ikən kəndə xəbər yayıldı ki, Dursunu ayı basıb. Dünən Sevinç xanımdan gecə ikən eşitdim ki, bütün ölkə Ramiz Mehdiyevin həbsi ilə sarsıldı. Sevinç xanım ən dəyər verdiyim, sevdiyim jurnalist və aparıcılardandır. Müsavat TV-nin üz qabığıdır. Amma Səidə Bəkir qızına vaxtilə ümumi danışmaq olmaz, jurnalist hər kəlməsinə diqqət yetirməlidir deyən də bəlkə də özü də nə vaxtsa çarxacağını təxmin etməmişdi. Bütün ölkə Ramiz Mehdiyevin həbsi ilə sarsıldı kəlməsi ilə çarıxdı. Sarsılmaq, üzülmək, kədərlənmək sözlərinin sinonimidir. İnanıram ki, səhərə efirə gəlmə ümidi ilə evdə istirahət edərkən ona bu xəbəri çatdırmağı istəyiblər. O da yorğun və yuxulu olduğu üçün bilərəkdən bu sözü deməyib. Çünki Ramiz Mehdiyevin həbsi ilə bağlı o sarsıla bilməz. Peşəkar və təfəkkürlü biridir, obyektiv biridir. Ona hər yerdə iş var. Amma onun təmsil etdiyi media qurumu rəhbəri bəlkə də sarsıla bilər. Çünki Ramiz Mehdiyevin izni olmasaydı, onun təqdimatı olmasaydı, o media qurumunun rəhbərinin sinəsinə medal taxılmazdı. O media qurumu Mehdiyevin izni olmasaydı rahat fəaliyyət göstərə bilməzdi. Qısacası bütün ölkə Ramiz Mehdiyevin həbsi ilə sarsıla bilməz. Kəramət böyüsün nəyə sarsılacaq ki? Ramizin dövründə də bağda kitab satırdı, indi də. Mən niyə sarsılacağım ki? Onun da vaxtında ac-yalavaz biri idim, indi də. Amma daxilən sarsılanlar təbii ki var. Onlar özləri də bəlkə bilmədən 5-ci kolonun xidmətçiləri olub vaxtında. Hətta o kolon üzvləri ölkə başçımızın Covid-19 korona dönəmində şəxsən verdiyi qadağıya baxmayaraq gizlicə Ramiz Mehdiyevin məclisinə gedib qorxu sədaqəti göstərənlərdir. Təbii ki, Ramiz Mehdiyev boz kardinal ləqəbini elə belə almamışdı. Rəhbər olduğu dönəmdə 29 dəfə səhv etmirəmsə, Rusiya gedib, qardaş Türkiyə bir dəfə də getməməsi onun kim olduğunun bariz nümunəsi idi. Amma ölkə başçımız çox uzaq görən siyasət nümayiş etdirdi. Həqiqətən də 2019-cu ildə onu yalnız işdən çıxartdı, həbs etdirmədi. Çünki bilirdi ki, Mehdiyevə qorxu sədaqəti göstərənlər dövlətin içində yerlərini möhkəmləndiriblər. Hər an vətəndaş müharibəsi çaxnaşması yarada bilərdilər. Onu Elmlər Akademiyasına təyin etdi. Onun əsas güclərini araşdırıb sıradan çıxartdı, qorumasız hala gətirdi. Və bu da son. Ölkə başçımızın bu addımını uğurlu daxili siyasət hesab edirəm. Çünki hakimiyyəti zorla zəbt etmək niyyəti ilə onsuz da bu ölkədə bu qədər hərc-mərclik yaradan Mehdiyevin həbsi mütləq idi. Ümidvaram ki, dövlətə zərbə baxımından belə adamların həbsinin davamı gələcək. Amma o yorğanın altında gizlənib, bugün əl üzlərini yuyub özlərinə gülərüz, sevincli görkəm yaradan yorğan altındakılar var. Ha? Etməyin. Ramiz Mehdiyevin vaxtında gördüklərinizi qorxub deyə bilmədiklərinizi indi cəsarət edib güya. Deməyin, susun. Sizə heç kəs inanmayacaq. Əksinə, qorxaq və yaltaq olduğunuzu bir daha görəcəklər. Qorxaq və yaltaq olsanız da Azərbaycan övladısınız. Sizə bir məsləhətim var. Elə günü bu gündən o uşaqlarınızı Rus sektorlu məktəblərdən təcili çıxarın. O koridorlardan Ramiz Mehdiyevin qoxusu gəlir. Elçibəyi də bu arada unutmayaq. Hər şeyin doğrudan da zamana ehtiyacı var.